Herkese salam. Bu videoda sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 29'daki tapşırıqların izahlarına baxacağıq. 5 nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, verilmiş bərabərliyə görə boş xanalara uyğun ədədləri yazmaqla müxtəlif tənasiblər qur. Baxın, bizə belə bir bərabərlik verilib. 5 vurulsun 8 bərabərdir 4 vurulsun 10 və biz buradan tənasib qurmalıyıq. Tənasiblərin birinə baxaq. Birincisine verilib 5'in hər hansı bir ədədə nisbəti və digər nisbətə bərabərdir. İndi buradakı boşluqlardakı ədədləri tapmalıyıq. Buradan uşaqlar baxın. Buradan bir qayda yadınıza düşməlidir. Tənasibin əsas xassəsi. Xassə necə idi? Tənasibdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İndi 5 ilə 8'in hasili 4 ilə 10'un hasilinə bərabərdir. Baxın, burada bir tənasib verilir. Tənasibdə 5 sürətdə yazılır. Bu kənar həddir. Digər kənar həddə burada olur. İkinci kəsirin məxrəcində. Deməli, bura 8'dir ki, kənar hədlərin hasili 5 vur 8 bərabərdir orta hədlərin hasilinə. Orta hədlərdən birinə 4 yazıram, digərinə 10 yazıram. Baxın, belə yazsaq doğru tənasib alarıq. Və yaxud da 4 ilə 10'un yerini fərqli də yaza bilərsiniz. Yəni 4'ün yerinə 10, 10'un yerinə 4 yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Belə. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buna görə bu boşluqdakı ədədləri yazırıq. Baxın, digər halı da verib, digər halı da özümüz yazırıq. Baxın, 5 bölünsün. Burada deməli 8'dir. Çünki kənar hədlərin hasili orta hədlərin hasilini verir. Kənar hədlərin hasilini verib bizə 5 vur 8. Deməli, kənar hədlər 5 və 8'dir. Orta hədlər də 4 və 10'dur. İndi 4 ilə 10 yerini dəyişirəm. Baxın, orta hədlərdə 4 ilə 10. 5 ilə 8'in hasili 4 ilə 10 hasilinə bərabərdir. Daha sonra gəlin digərlərinə baxaq. Digərlərində müəyyən edək. Baxın, kənar hədd kimi burada 8'i verib. Bilirik də 8 və burada baxın, buradakı ədəd kənar hədlərdir bunlar. İndi 8 kənar hədlərin hasili bilirik də 8 ilə 5. Deməli, burada 5 olmalıdır mütləq. Kənar hədlərin hasili 8 vur 5. Orta hədlərin hasili də 4 ilə 10'dur. Buraya yazıram 4, buraya yazıram 10. Digərində verilib ki, birinci kəsirin sürətində 8 verib. Deməli, ikinci kəsirin məxrəci yenə də 5 olacaq mütləq. Çünki kənar hədlərdir bunlar. Onların hasili bizə verilib 8 vur 5. Orta hədlərdə 4 ilə 10. Baxın, indi bura birinci kəsirin sürətinə 10, ikinci kəsirin sürətinə 10 yazıram. Birinci kəsirin də məxrəcinə fərqi yoxdur. Yenə də baxanda görürük ki, 2 dənə nisbət birinin bərabərdir və burada da kənar hədlər 8 ilə 5'dir. Orta hədlər də 4 ilə 10'dur. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər oldu. Daha sonra davam edək 2 nömrəli yox, daha doğrusu 6 nömrəli tapşırığımıza baxaq. Burada yazılıb ki, verilmiş bərabərliyə görə müxtəlif tənasiblər qur. Tənasib bizə verilib 10 ilə 16'nın nisbəti bərabərdir 15 ilə 24'ün nisbətinə. Kənar hədlərin yerini dəyişməklə və orta hədlərin yerini dəyişməklə yeni bir tənasib qurmalıyıq. Biz bilirik ki, tənasibin xassələrindəndir ki, kənar hədlərin yerini dəyişdikdə doğru tənasib alınır. Orta hədlərin yerini dəyişdirdikdə də doğru tənasib alınır. İndi biz burada kənar hədlərin yerini dəyişək. Baxın, kənar hədlər 10 ilə 24'dür. Mən bunların yerini dəyişirəm. Yəni yerini dəyişirəm deyəndə nəyi nəzərdə tuturam? 10'un yerinə 24 yazıram. 24'ün yerinə də 10 yazıram. Orta hədlər isə olduğu kimi qalır. 16, 15. Bu da doğru tənasibdir. Qayda belədir ki, kənar hədlərin yerini dəyişdikdə doğru tənasib alınır. İndi orta hədlərin də yerini dəyişsəm, yenə də doğru tənasib alınacaq. Baxın, orta hədlər 16 ilə 15 deyil. 16'ın yerinə 15 yazıram, 15'in yerinə də 16 yazıram. Digərlərini olduğu kimi saxlayıram. Yəni kənar hədləri olduğu kimi saxlayıram. Yenə də doğru tənasib alınır. Keçək digərinə baxaq, B variantına. Baxın, B variantını burada yazıram. Burada kənar hədlər 2 yazıram. 12 və 24'dür. Orta hədlər isə 16 və 18'dir. İndi gəlin, kənar hədlərin yerini dəyişməklə yeni bir doğru tənasib alaq. Yəni 12'in yerinə 24, 24'ün yerinə 12 yazıram. Baxın, 12'in yerinə 24 yazdım. 24 bölü 18 bərabərdir 16 bölünsün. 24'ün yerinə də 12 yazıram. Beləliklə doğru tənasib aldım. İndi gəlin burada orta hədlərin yerini dəyişək. Orta hədlər hansılardır? 16 və 18. Yerlərini dəyişirəm, baxın. 16'ın yerinə yazıram 18. 18'in yerinə də yazıram 16. Kənar hədləri də olduğu kimi saxlayıram. Belə. Bu da doğru tənasibdir. Daha sonra gəlin davam edək, digər tapşırığımıza baxaq. Bundan sonra gələn növbəti tapşırığımız 7 nömrəli tapşırığımız. Yazılıb ki, verilmiş ədədlərdən
uyğun 4-ünü seçməklə tənasib yaz və tənasibin əsas xassəsinə görə doğruluğu yoxla. 4 dənə ədəd götürməliyik. Deməli ki, tutaq ki, bu ilə bu ədəd ilə bu ədəd nisbəti digər ədədlərin nisbətinə bərabərdir. Buradan da doğru tənasib alınır. Bunu yoxlamalıyıq. Tutaq ki, yoxlayırıq ki, 4 ilə 6-nın nisbəti 8 ilə 10-un nisbətinə bərabərdir ya yox. Belə yoxlaya bilərik bir-bir. Vaxt itirmədən də necə tapa bilərik? Baxın. 2 dənə ədədi götürək, bir-birinin hasilini tapaq. Baxın, məsələn, mən deyirəm ki, 4 ilə 15-in hasili nəyə bərabərdir? 60-a. 6 ilə 10-un hasili nəyə bərabərdir? 60-a. Baxın, 2 dənə həddin hasili eyni oldu. 60-60. Yəni, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər deyildi. Bu xassədən istifadə edərək elə bunu hazır şəkildə yazıram. Baxın, 4 ilə 15 olsun kənar hədlər. 6 ilə 10 da olsun orta hədlər. Bir dəqiqə. Burada 10. Bu oldu tənasib. 4 bölünsün 6 bərabərdir 10 bölünsün 15. Bu nisbətləri yoxlasaz da görəsiz ki, həqiqətən də bunların qiyməti bərabər olur. Gəlin yoxlayaq. Məsələn, 4 bölünsün 6 kəsr şəklində yazıram. İxtisar aparıram. 4-ü 2-yə bölürəm 2 dəfə. 6-nı 2-yə bölürəm 3 dəfə alınır. 3-də 2. 10 bölünsün 15-i də ixtisar aparıram. 15-ə bölünür 2 dəfə. 15 5-ə bölünür 3 dəfə. Həqiqətən də alınır 3-də 2. 3-də 2-yə bərabərdir. Yəni, buradan görürük ki, həqiqətən də bunlar bir-birinə, bu nisbətlər bir-birinə bərabərdir və kənar hədlərin hasili də orta hədlərin hasilinə bərabərdir. Buradan belə bir tənasib yazdıq. Keçək B variantına baxaq. B variantında 4 dənə ədəd seçək və onlardan bir tənasib yazaq. Məsələn, baxın. 4-ü 20-yə vuranda alınır 80, 8-i 10-a vuranda alınır 80. İndi 4 ilə 20-ni götürüm kənar hədd, fərqi yoxdur, orta həddi götürə bilərəm. 4 ilə 20-ni götürürəm kənar hədd kimi. 8 ilə 10-u da götürürəm orta hədd kimi. İndi kənar hədlərin hasili eləyir 4 vur 20 bərabərdir 80. Orta hədlərin hasili 8 vur 10 bərabərdir 80. Görürsünüz ki, həqiqətən də kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Deməli, bu doğru tənasibdir. Sadələşdirsək, yenə də doğru tənasib olduğunu görərik. Gəlin sadələşdirək. 4 bölünsün 8 kəsr şəklində yazıram. 4 4-də 1 dəfə bölünür. 8 4-də 2 dəfə qalır 2-də 1. 10 bölünsün 20. Bu nisbəti də sadələşdirirəm. 10 ona 1 dəfə bölünür, 20 ona bölünür, 2 dəfə qalır 2-də 1. Gördünüz ki, ekvivalent nisbətlər aldıq. Yəni, bunlar bir-birinə bərabərdir. Bu nisbətlər bərabərsə, deməli, bu nisbətlərin bərabərliyindən tənasib alırıq. Davam edək 8 nömrəli sonuncu tapşırığımıza baxaq. 8 nömrəli tapşırıq ilə davam edək. Yazılıb ki, tənasibin əsas xassəsindən istifadə etmək ilə məchulu tap. Əsas xassə belədir ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Gəlin birincinə baxaq. Tənasib verilib, 2 dənə nisbətin bərabərliyi. Bu tənasibdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Kənar hədlər 12 və 15-dir. 12 və 15-in hasili bərabər olmalıdır orta hədlərin, yəni x ilə 8-in hasilinə. Buradan tənliyi yazdım, tənlikdən x-i tapıram. 12-ni 15-ə vuranda alınır 180 bərabərdir 8x. X-i də tapmaq üçün 180-i bölürük 8-ə. 180-i də 8-ə böləndə alınır 23,5. X-i tapdıq. Davam edək, digərinə baxaq. Əsas xassəyə görə digərindən də y-i müəyyən ilə, məchulu müəyyən ilə. Kənar hədlərin hasili dedik ki, orta hədlərin hasilinə bərabərdir. Kənar hədlər 4,5 və 12-dir. 4,5 ilə 12-nin hasili bərabərdir. Orta hədlərin, yəni 6 ilə y-in hasilinə. Tənlikdən y-i tapaq. 4,5-i 12-yə vuranda alınır 54. Daha sonra buradan da 6 vur y 6y-ə bərabərdir. Y-i tapmaq üçün 54-ü bölürük 6-ya alınır 9. Y-i tapdıq. Keçək digərinə baxaq. Yenə də kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada da kənar hədlər 21 və m-dir. Yəni 21 və m-in hasili bərabərdir orta hədlərin hasilinə. Orta hədlərdə 9 və 14-dür. Bərabərdir. İndi 9 ilə 14-ün hasilini tapaq. Alınır 126. 21-i də vuraq m-ə, alınır 21m. M-i tapmaq üçün 126-nı bölürəm 21-ə, alınır 6. Deməli, m 6-ya bərabərdir. Daha sonra keçək digərinə baxaq. Yenə də kənar hədləri baxaq. Kənar hədlərin hasilinə, orta hədlərin hasilinə bərabər edək. Kənar hədlər burada n və 2-dir. N ilə 2-nin hasilini bərabər edirəm orta hədlərin hasilinə. Yəni 4 ilə 1,5-in hasilinə. 4 ilə 1,5-in hasili deməli alınır 6. N ilə 2-nin hasili 2n.
Buradan da eni tapırıq. N bərabərdir 6 bölü 2, yəni 3. Eni 3 tapdıq. Sonra davam edək, digərinə baxaq. Digərinə baxırıq, yazılıb. Deməli, burada tənasib kəsir şəklində verilib. Kənar hədlər burada 5 ilə 9-dur. Orta hədlər x ilə 6-dır. Kənar hədlər 5 ilə 9, orta hədlər x ilə 6. Kənar hədlərin hasili, yəni 5 ilə 9-un hasili, baxın, yazırıq. 5 ilə 9-un hasili bərabərdir orta hədlərin hasilinə. Yəni x ilə 6-nın hasilinə. 5 dəfə 9 neçə edir? 45 bərabərdir 6, x vur 6, yəni 6x. Buradan x-i tapmaq üçün 45-i bölərik 6-yı. Bunu kəsir şəklində yazıram, baxın. Gəlin bölək 45-i 6-ya. 6 dəfə 7 alınır 42. 42. 45-dən 42 çıxırıq, qalır 3. Özümüzdən bir 0 əlavə edirik. Vergül atırıq. 36-ya bölünür 5 dəfə, 6 dəfə 5, 30. Deməli, bu ədəd 7,5-ə bərabərdir. 7,5. X 7,5-ə bərabərdir. Keçək növbətiyə baxaq. Burada da kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlər 4 və y-dir, orta hədlər 5 və 3-dür. 4 ilə y-in hasili bərabərdir 5 ilə 3-ün hasilinə. 4y bərabərdir. 5-i 3-ə vuranda alınır 15. Y-i tapmaq üçün nə edirik? 15-i bölürük 4-ə. Gəlin 15-i bölək 4-ə. Alınır 4 dəfə 3, 12. 15-dən 12 çıxanda qalır 3. 0 əlavə edirik. Özümüzün 0 əlavə etdiyimizə görə vergül qoyuruq. 34-də bölünür 7 dəfə. 4 dəfə 7, 28. 30-dan 28 çıxanda qalır 2. Bir dənə də 0 əlavə edirik. 24-də bölünür 5 dəfə. Alındı 3,75 belə. Deməli, əsas xassəyə görə y-i tapdıq 3,75. Keçək digərinə baxaq. M bölünsün 6 bərabərdir 8 bölünsün 15. Burada da kənar hədlər m ilə 15-dir. Ona görə kənar hədlərin hasili, yəni m ilə 15-in hasili bərabərdir orta hədlərin hasilinə, yəni 6 ilə 8-in hasilinə. Bu eləyir 15-im bərabərdir. Bir dəqiqə. 15m bərabərdir 6 vur 8, 48. İndi m-i tapmaq üçün nə edirik? 48-i bölməliyik. Nəyə? 15-ə. 48 15-ə bölünür 3 dəfə. 3 dəfə 15 qalır 45. 48-dən 45 çıxanda qalır 3. Özümüzün 0 əlavə edirik. 30 15-ə bölünür 2 dəfə. 2 dəfə 15 30. Cavab oldu 3,2. Deməli, m bərabərdir 3,2. Gəlin sonuncuna baxaq. Burada da eyni qayda ilə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olur. Kənar hədlər n-1 və 4-dür. Orta hədlər isə 2 ilə 3-dür. İndi kənar hədlərin hasilini yazıram. Yəni n-1 vurulsun 4 bərabərdir orta hədlərin hasilinə. Yəni 2 vur 3-ə 6-ya. Buradan deməli, nə edirəm? Mötərizəni açırım. Mötərizəni açmaq üçün bu 4-ü mötərizənin daxilindəki hər bir ifadəyə vururuq. 4-ü n-ə vururuq, alınır 4n, çıxılsın. 4-ü 1-ə vururuq, alınır 4. Bərabərdir 6-ya. Buradan tapırıq ki, 4n bərabərdir 6 üstə gəlinsin 4. 4n bərabərdir 6-nın üzərinə türk gələndə alınır 10. N də bərabərdir 10 bölünsün 4. İndi gəlin burada 10-u 4-ə bölək. 14-ə bölünür 2 dəfə. 2 dəfə 4 8 qalır 2. Ondan 8 çıxanda 2 qalır. Bir dənə 0 əlavə edirik. 24-də 5 dəfə. Bu da olur 2,5. Deməli n nəyə bərabərdir? 2,5-ə bərabərdir. Və yaxud da bunu başqa cür də həll edə bilərdik. Bir dəqiqə. Baxın, nə edərik? Yazıram burada. n-1 nəyə bərabər olacaq uşaqlar? n-1 bərabər olar 6 bölünsün 4-ə. n-1 yazdım. İndi n-1 bərabərdir 6-nı 4-ə bölürük. Alınır 1,5. 1,5. N də bərabər olur. 1,5 üzərinə gəlinsin 1. Buradan da alırıq ki, n bərabərdir 2,5-ə. Belə.